Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb. Xəbər verilir ki, hadisə Viyan kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbaloğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra Məmmədovun vəziyyəti ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gəlinə qədər Məmmədov ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsindən təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq. Qeyd edək ki, Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.